vatana bağlılığı çox idi, hərbiyə bağlılığı çox idi. Qisasın o ermənilərdən olmağının ürəyində qalmışdı. Sonradan arzuna çatdı da. Hələ sağlığında igidliyə görə medal ilə təltif olunmuşdu. Böyük bir yol qoyub, böyük bir iz qoyub bu cavanlar üçün, bu gənclər üçün. Cəsur igid qəhrəmanımız Pəncəli Teymurov. Bugün onun şəhid olmasından 5 il ötür. Düşmən onu bizdən daha yaxşı tanıyırdı. Adının çəkilməsi belə qorxu salırdı işğalçıların canına. Ona görə də başına küllü miqdarda pul qoymuşdular. Kitablardan oxuyub, filmlərdən baxmışıq axı belə epizodlara. Pəncəlinin qəhrəmanlığı isə nə roman, nə film deyil, reallıqdır. O şəhid olandan sonra Hikmət Mirzəyev bizim həyətimizə gələndə burada 200-250 nəfərin arasında çıxış elədi. Dedi, bəs siz əgər Pəncəli Teymurovun 3%-ni bilirsinizsə, mən onun 97%-ni bilirəm. Yəni bir komandir kimi mən bilirəm, o hansı nailiyyətləri əldə edib. Xüsusi təyinatlı qüvvələrin hansı hərbçisinin yanında adını çəksəniz deyəcək ki, Pəncəli əfsanə adamdır. Qoca adlandırırdılar onu təcrübəsinə görə. Özü isə düşməndən hər an qisas almağa hazır aslan parçasıydı. Valla uşaq dövründə, məktəbə gedəndə, o Xocalı hadisəsini gələndə onda bir his uyandı ki, mən gərək gedim, onların qisasını aldım. Əskərliyə getdi, oradan hərbiyə getdi. Bir 16 il ancaq xüsusi təyinatlıda xidmət edib. Kəşfiyyatçı kimi xidmətə Ağdamdan başlamışdı. Düşmənə ən yaxın məsafədən, qısa müddətdə peşəkarlaşmışdı. Ona görə xidmətini xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı diversant taborunda davam etdirir. Bir sıra xarici ölkələrdə ən çətin təlimlərdə hərbi biliklərini mükəmməlləşdirir. Türkiyədə xüsusi kəşfiyyat məktəbində təhsil alır. Şərəflə xidmət edir vətənə. Gizir Pəncəli Teymurov. Hər biri deyir ki, mən Pəncəli kimi olmaq istəyirəm. İndi də bizim bütün bu kəndən qohumlarımız, gənclərimiz hərbi xidmətə gedib daha evə qayıtmaq istəmirlər. Hamı hərbidə qalırlar, deyirlər ki, biz Pəncəli kimi olmaq istəyirik. Ordu onun üçün həyatının ən vacib parçasıydı. 35 yaşında hərbi xidmətdə qulluğu başa çatacağına görə təəssüflənərək deyirdi. Görəsən, nə edəcəm? Ordusuz yaşaya bilmərəm. Bilməzdi də, axı bu yurdu canından da çox sevirdi. Ən xoş günündə, toyunda belə özünə şəhidlik arzulamışdı. Həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutum dəfn olmağa getsin. Hamınızı öpürəm. Arzusuna çatdı da, canından çox sevdiyi vətən uğrunda verdi canını. 5 il əvvəlin aprelində döyüş yoldaşları Murad Mirzəyev, Mühit Orucov və Samit İmanovla birlikdə Talış yüksəklikləri uğrunda vuruşdu. Həmin istiqamətdə də düşmənin məhv edilməsində iştirak etdi. Aprelin 3-də isə şəhadətə qovuşdu. ...44 günlük müharibənin təməlini qoyan aprel döyüşlərin şəhidləri idi. Qələbəyə inamın təməlini. Əlbəttə. Onlar düşmən elə bildi, Azərbaycanda olmaz belə bir igidlər. Ancaq aprel döyüşlərində gördülər ki, belə bir igidlər, belə bir Azərbaycanın belə bir hərbiçisi var, igidləri var. Pəncəli hələ 2015-ci ilin iyununda Kəlbəcərdə xüsusi əməliyyat zamanı düşmən ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və 20-dən artıq hərbçinin olduğu avtomobili partladaraq məhv edib. İgidliyə görə medalını da bunun üçün vermişdi ona dövlət başçısı. Elə düşmən də başına küllü miqdarda pulu bundan sonra qoymuşdu. Xidməti dövründə dəfələrlə fəxri fərmanlarla mükafatlandırılıb. Şəhadətindən sonra isə vətən uğrunda medalı ilə təltif edilib. Günel Habil qızı Pərvanə Əhməd qızı Rövşən Məmmədov, xəbərlər.